Gördüm Əbəlfəzin bədəni titriyir. Üzün tutdu mənə, dedi, qardaş, ya Hüseyin, onlar izin verəsən gedim vuruşum, vallah taqətim qalmayıb. Daha taqətim yoxdur. Deyir, İmam Hüseyin deyir, qayıtdım Əbəlfəzə ki, Əbəlfəz vuruşmamışdan öncə gedib vuruşma. Bilirsən, uşaqlar susuzdur, sən get su gətir. Amma su gətirməmişdən qabaq bir üzvü tut düşmənə, höccəti tamamla. Deyirən, niyə su vermirlər ki? Əbəlfəz ağa deyir, üzümü tutdum düşmənə tərəf. Dedim, ay düşmən, siz axı müsəlman deyilsiniz. Hüseynin balalarını ətşan görmürsünüz. Susuz görmürsünüz Əli Əsxəri, Rüqəyyanı, Zeynəbi. Deyir, düşmən o tərəfdən bir dənə cavab verdi mənə ki, vallah dünyanın bütün suyu bizim əlimizdə ola, o su bizim ixtiyarımızda ola, bir qətrə də o sudan verməyəcək sizə. Deyir, bunu deyəndə deyir, xeymələrdən əl-ətəş səsi gəldi, uşaqlar başladı ağlamağa, hamı ağladı, deyir, Əbəlfəz gəldi, çatdırdı özünü Hüseyinə, dedi, qardaş, daha gedirəm, izin ver, dedi, get. Amma getməmişdən qabaq görüş balalarla. Gəldi balalarla bir-bir görüşməyə, uşaqları öpdü. Gəldi çatdı Rüqəyyaya, Rüqəyyanı öpmək istəyəndə baxdı, gördü 3 yaşlı balanın dodaqları qupqurudur. Öpə bilmədi. Dedi, qoy gedim suyu gətirim, utandı. Gedim suyu gətirim, gələrəm, sonra Rüqəyyanı doyunca öpərəm. Ay Əbəlfəz, kaş öpüb gedəydin. Deyir, Əbəlfəz gəldi Hüseyini qucaqladı, qardaş səhnəsi. Deyir, qardaş bir-birini qucaqladı, Əbəlfəz getdi. Əbəlfəz getdi, çatdırdı özünü. Gəldi, çatdırdı özünü Fərata tərəf. O hadisələri bugün danışmayacağım. Gəldi, çatdırdı özünü Fərata. Suyu götürmək istədi, hadisələr çoxdur, tavsiyə gün danışacağım. Amma bir də onu Hüseyin eşitdi ki, ədrikni ya əxa, qardaş dərk elə, qardaşın yıxıldı yerə. Xanım Zeynəb deyir, gördüm Hüseyin qaça-qaça gedir. Amma baxdım, gördüm qaçanda Hüseyin əyildi yerə, nəsə götürdü, öpdü, qoydu gözünün üstünə. Biraz da getdi qabağa, nəsə də yenə götürdü, 2 dəfə qoydu gözünün üstünə. Baxdım, gördüm Əbəlfəzin qolu düşüb yerə, Əbəlfəzin qolunu götürüb, öpür, qoyur gözünün üstünə. O birisi qolunu götürdü, öpdü, qoydu gözünün üstünə. Gəldi, çatdırdı özünü Əbəlfəzə. Baxdı, gördü Əbəlfəzin gözünə ox deyib, yana-yana baxdı Əbəlfəzə. Əbəlfəz bilirsən nədir Hüseyin, hə? Dedi, Hüseyin, gözümün fikrini edib pozma belə öz-özüvi. Heyf ola yoxdur əlim, yoxsa silərdim gözüvi. Əllərim yoxdur, gözümün yaşını silərdim. Gerçək qan pərdə tutan gözlərə gündüz gecədir. Qoy oxun söhbəti qalsın hələ. Əsxər necədir? Sən mənə Əsxərdən danış. Əsxərdən danış. İmam Hüseyin qucaqladı Əli Abbas əleyhissalamı. Qucaqladı, çox qəribə anlar idi vallah. Qucaqlaşdı qardaşlar. Qucaqlaşandan sonra deyir, İmam Hüseyin qayıtdı təzdən. Bilirsiniz, deyir, gətirə bilmədi. Niyə gətirə bilmədi deyim sizə? Əbəlfəz ağanı niyə gətirə bilmədi? Deyirlər, Əbəlfəz ağa tikə-tikə olmuşdu bədəni. Hüseyin əleyhissalamla taqəti qalmamışdı. Gəldi, çatdırdı özünü xeymələrə. Rüqəyya qaçdı, deyir, Hüseyin əleyhissalamın qabağına. Dedi, əmim anı. Dedi, başın sağ olsun Rüqəyya, əmin şəhid oldu. Əbəlfəz ağanı çox faciəli şəkildə şəhid elədilər. Ummul bənindən